Ümumiyyətlə, xoşbəxtlik axtaran insanların çoxsu depressiyadadır. Çünki axtarışdadılar. Və tapa bilmədikləri anda depressiya uğrayırlar. Məsəl üçün, mən xoşbəxtəm, siz xoşbəxtsiniz. Anidən. Müəyyən məqamlarda onu hiss edirik. Şəxsən mən çox bir insan tanıyıram, yanıma gələn pasiyentlərdən də. Çox zəngindirlər, amma xoşbəxt deyirlər. Və sual verəndə ki, nəyin axtarışısan? Bax, onlar həmən tükənmişlik sindromuna gəliblər. İnandığımız hər şey doğrudur. Siz nəyə inanırsınızsa, o doğrudur. Allaha inanırsınız, doğrudur. Evrana inanırsınız, doğrudur. Buddaya inanırsınız, doğrudur. Yəni, nəyə inanırıqsa da o doğrudur. O da bizi formalaşdırır. Mən evladlarıma maksimal dərəcədə hər şey etmişəm. Amma bu yaxınlarda mənim evladım mənə dedi ki, sən çox gözəl anasan, amma sən bizi bədbəxt elədin. Azərbaycanı götürsək, xanımlarımız özlərini güclü saymaq istəyirlər və nə qədər özlərini çox güclü göstərirlər, o qədər də xoşbəxt olmurlar. Bu negativlər niyə insanın beynində bu qədər, insan beyni niyə negativlərə daha çox meyillidir? Qorxudur. O səcdənin əsas məqsədi namazdan digər şərtləri qoymaqla yanaşı, biz səcdəyə gedəndə torpağa burada yığılmış mənfi məlumatlar ötürürük geriyə və torpaqdan müsbət enerjini alırıq geriyə. Salam, xoş gördük sizi əziz AHV televiziyasının dəyərli izləyiciləri. Bəzən hər birimizdə bu hal baş verir ki, bizim hər şeyimiz var, amma özümüzü xoşbəxt hiss edə bilmirik. Səbəbi nədir? Niyə özümüzü xoşbəxt hiss edə bilmirik? Bu anlayışın biz bəlkə fərqli yerdə arayırıq. Bəlkə bunun səbəbləri tamam fərqlidir. Bu mövzunu müzakirə etmək üçün bugün klinik psixoloq Leyla Elmanı studiyamıza qonaq dəvət etmişik. Biz eyni zamanda bunun alternativi olaraq burnout sindromu deyilən tükənmişlik sindromunda bununla paralel müzakirə edəcək. Əgər hazırsınızsa mövzumuza başlayaq. Leyla xanım, xoş gəlibsiniz proqramımıza. Xoş gördük. Mən Amerikan araşdırmaçılarının belə bir xoşbəxtliklə bağlı belə bir bölgələr vardı. Deyirdi 50% bunun genetikdir. 10% rahat həyat və sosial mövqeyi ilə bağlıdır. 40% isə insanın özündədir. İndi regionlar da fərqlidir. Yəni Azərbaycanla Amerika bir deyil. Xoşbəxtlik anlayışına baxışlarımız da fərqlidir. Bu bölgünü ümumiyyətlə belə qəbul edə bilərikmi? Ümumiyyətlə, xoşbəxtlik nədir? Xoşbəxtlik bir ani hissdir. Yəni, ən çox xoşbəxt olmayan insanlar xoşbəxtlik axtarışında olan insanlardılar. Yəni, daim axtarışda olan insan, amma xoşbəxtlik ani bir şeydir. O ki, qaldı Amerikan araşdırmalarına. Ümumiyyətlə, ən çox sui-qəsdlər rifah olan ölkələrdədir. Niyə? Demək ki, xoşbəxtlik hər şeyin olması deyil. Tükənmişlik sindromuna bağlamaq da olar. Hər şeyim var, amma xoşbəxt deyiləm, çünki axtarışdayam. Amma nəyin axtarışındayıq? Qismət deyirlər, uğur deyirlər, fortuna deyirlər, amma özləri də bilmirlər nə axtarırlar. Burada biraz dərin mövzudur. Genetika gəldikdə, genetikdən ancaq biraz psixoloji pozuntulara meyilliklər də ola bilər, özlərinə axtarışları. Amma ümumilikdə, məsəl üçün, mən xoşbəxtəm, siz xoşbəxtsiniz. Anidən. Müəyyən məqamlarda onu hiss edirik. Yəni, ona görə bax, sizin dediyinizdən belə gələm, bu xoşbəxtliyi biz hiss kimi qəbul eləməliyik, yoxsa biz düşüncə tərzi olmalıdır? Hiss kimi qəbul eləməlisiniz bugün və indi, bu dəqiqə. Çünki bizim enerjimiz, diqqətimiz haradırsa da, bizim fikrimiz, enerjimiz ora yüklənir. Əgər bizim diqqətimiz, enerjimiz daim nəyinsə axtarışındadırsa da, elə biz daim onu axtaracağıq. Amma anə çevirəndə, məsəl üçün, bir çox burnout dediyiniz sindromda, tükənmişlik sindromda insan bəzən olur əsəbləşir, partlayış verir, həmən anda nə etməlidir? Stop eləməlidir. Anı dayandırmalıdır. Dərin nəfəs almalıdır və davam etməlidir. Tam fərqli bir şey olur. Çünki bizim beyində bəzən siqnallar geç çatır. O səbəbdən də mən, məsəl üçün, özüm əsəbləşəndə hər bir evdə məişət problemləri olur, hər bir kəsdə olur. Mən deyirəm, stop, dərin nəfəs, ondan sonra davam edirsiniz, artıq fərqli yanaşırsınız. Amma bunu depressiya ilə qarışdırmırıq da. Ümumiyyətlə, xoşbəxtlik axtaran insanların çoxsu depressiyadadır. Çünki axtarışdadılar. Və tapa bilmədikləri anda depressiya uğrayırlar. Ondan da sonra aqrofobiya, sosial fobiya ona irəli gəlir. Yəni, axtarışda olan insanlar
Tapdıqlar, istədiklərini ala bilmədikdə sosialdan uzaqlaşmağa başlayırlar. O zaman burnout depressiya ilə fərqlidirmi, yoxsa onun davamıdırmı? Burnout yanmaq deməkdir də, yəni ki, artıq tükənmişəm mən, heç nə etmək istəmirəm. Amma insan tükənibsə də artıq depressiyadadır. Və niyə depressiyadadır? İstədiklərini ala bilmədikdə depressiyaya uğrayır insanlar. Yəni mən bir şeyin axtarışındayım, mən onu tapa bilmədikdə mən başlayıram yanmağa. Yandıq təqdirdə mən çəkilirəm geriyə. İntrovertə dönür. Bir də baxırsınız ki, ambivert və yaxud da ekstravert olan insan, biz bilirik ki, insan xarakteristiklarına üzə ambivertlər həm sakit ola bilər, həm belə emosional şən ola bilər. Ekstravertlər həmişə üzrə olmaq istəyirlər. Məsələn üçün mən özüm ekstravertəm. Və var introvertlər, hansı ki özünə qapanışdılar. Yəni ünsiyyətə getməyən insanlar var. Bunları aid etmək lazımdır xarakteristika üzrə ki, səhərsi günü introvert insana deməyəsən ki, bu depressiyada olan bir insan. Bu onun xarakteristikasıdır. Xarakter olaraq bir şeydir. Və bir çox insanlar bir iş dalınca getdikdə ən böyük problem nədən irəli gəlir? Deyir ki, getdim, qismət deyil. Fortuna mənim tərəfimdə deyil. Mənə çatanda hər şey quruyur. Ən çox istifadə olunan sözlərdən budur. Və bizim o dediyimiz sözlər bizim şuur altımızda yazılmış bir proqramdır. Şuur altı bizim bağımızdır. Şuur öncəsi belə deyək. Şuur isə bizim bağbanımızdır. Şuur öncəsində nə əkmişiksə də bağbanımız onu becərəcəkdir. Əgər biz daim düşünsək ki, ətrafımızda hər kəs pisdir, bizim ətrafımıza yalnız pis insanlar gələcəkdir. Əgər biz düşünsək ki, bugün mənim uğurlu günümdür və mən bugün uğur qazanacağam, bizim həyatımıza insanlar gələcək ki, hansı ki bizi uğura aparacaqdır. Yəni şuur altındakını şuura keçirtməyənə qədər, Jung demişkən, biz həyatımızda baş verən hər bir hadisəni qismət adlandıracağıq. Amma qismət deyilən bir şey yoxdur. Amma bu şərqdə daha çox bu qismətə inam məsələsi var. Opium. Bu həm də dinin də təsirləri var əslində. Biz çox şey oradan gözləyirik. Allah yolunu açacaq, belə bu cür. Bəli, bu bizim inanclardır. Yəni ritual deyirik biz buna. Yəni qarşımdan qara pişik keçdi, bu mənim işlərim rast gətirməyəcəkdir. Bu ritualdır, inanclardır. Və yaxud da pişik gördün 3 dəfə çiynindən tüpür. Bu ritualdır. Yəni də nədir bu? Bizim şuur altımızda olan inanclardır. Hardan gəlir? Bax, bu siz dediyiniz genetik dediyiniz məlumat analardan, babalardan, nənələrdən gəlir. Tonqal üzərindən 7 dəfə oppansan, gələn ilə sənin dərdin barın yanacaq. Hardan gəlir bu bizə? Yəni bizə inanclarımızdan irəli gələn bir şeylərdir və bu bizi formalaşdırır. Niyə görə Amerikan üçün Novruz bayramı yoxdur, un açmır, divarlara un çəkmir, 7 dənə şam yandırmır, amma rifahda yaşayır. Biz amma onun dalına qaçırıq. Yəni bu bizim inancımızdır. Onlarda da məsəl üçün Thanksgiving günü var. Məsəl üçün həmən günü qaz böyrəkdən bişirirlər, düşünürlər ki, onda bərəkət olacaqdır. Hər kəsin inancına bax. İnandığımız hər şey doğrudur. Siz nəyə inanırsınızsa o doğrudur. Allah'a inanırsınız, doğrudur. Evrana inanırsınız, doğrudur. Buddhaya inanırsınız, doğrudur. Yəni nəyə inanırıqsa da o doğrudur. O da bizi formalaşdırır. Ramzi Rövşənin bir şeirində deyir, bəlkə də biz xoşbəxt ola bilərdik, bəlkə də xoşbəxtlik xəbərimiz yox. Ola bilərmi ki, biz xoşbəxtlik anlayışını özümüz yanlış başa düşürük? Məsələn, indiki bizim cəmiyyətdə xoşbəxtlik daha çox maddi sərvətlərin üzərində düşünülür. Ola bilir ki, amma ona varanda görürsən ki, orada deyilmiş xoşbəxtlik. Şəxsən mən çox bir insan tanıyıram, yanıma gələn pasientlərdən də çox zəngindirlər, amma xoşbəxt deyirlər. Və sual verəndə ki, nəyin axtarışındasan? Bax, onlar həmən tükənmişlik sindromuna gəliblər. Deyir, heç özüm də bilmirdim ki, mən bunlara nail olandan sonra mən xoşbəxt olmayacağam. Sən demə, xoşbəxtlik həmən o anda uşaqlıq dostlarımla nəyinsə axtarışında olandır. Xoşbəxtlik həmən anda nəyisə arzu etməkdir. Gəlin, çox uzağa getməyim, öz keysimdən danışım. Məsəl üçün, mən evladlarıma maksimal dərəcədə hər şey etmişəm. Amma bu yaxınlarda mənim evladım mənə dedi ki, sən çox gözəl anasan, amma sən bizi bədbəxt elədin. Sual verəndə ki, niyə? Dedi, sən bizə nəyinsə arzulamasını imkan vermədin. Yəni, iPhone çıxırdı, iPhone alırdım. iPad çıxırdı, iPad alırdım ki, uşaqların gözü tox olsun. Yəni, imkan daxilində. Amma onlar deyir ki, sən bizə onu arzulamağını, zövqünü vermədin.
Başa düşürsünüz? Yəni hər şeyə hazır verdin bizə. Və mən özümlə belə nəticəyə gəlmişəm ki, nə qədər çox biz uşaqlarımızı pambıq içində saxlasaq, nə qədər çox biz onlara hər şeyi etsək, onlar daha tez tükənmişlik sindromuna gəlib çatacaqlar. Leyla xanım, bugün bizə bax vitrin həyatlar var. Bunu dizilərdə göstərirlər bizə, filmlərdə göstərirlər, sosial şəbəkələrdə göstərirlər, TikTokda göstərirlər. Dəbdəbəli həyatlar göstərilir. İnsanlar bunun arzusunda olur. Əslində bu aparıb xoşbəxtlik məsələsi var. Bunu həmin burada tükətmirik biz. Tükədirik. Ümumiyyətlə qlamur deyilən bir şey yoxdur. O nə ki biz sosial şəbəkələrdə görürük, o blogerlərimiz olsun və yaxud da ki o gözəl həyat olsun. Mən şəxsən elə blogerləri tanıyıram ki, bu dəqiqə bəlkə də bir çoxları onların həyatını qibtə edir, amma onlar bu dəqiqə çox pis vəziyyətdədirlər. Niyə görə? Çünki onlar yalnız kameraya bunlar yaşayırlar. Kamera sönəndən sonra onların həyatları da sönür. Necə bu işıqlar sönür, elə də onların işıqları sönür. Xoşbəxtlik o deyil. Xoşbəxtlik o bahalı maşın deyil. Xoşbəxtlik o qızlar nümayiş elətdirir ki, evim bu başından o başına mənə güllər gəldi, kartiyerlər verdi. Bəli, bu digər qızları qıcıq edir. Məsəl üçün deyir ki, niyə ona var, mənə yoxdur və o onun axtarışında olur. Və məhz burada yanma sindromu başlayır ki, o xanımda olduğunu özündə tapmayanda o başlayır özündə kompleks yaratmağa. O kompleks onu yenidən özünü depressiyaya aparır. Yəni bir növ burada mən düşünürəm ki, seçim etmək lazımdır və dayandırmaq lazımdır bəzi məqamlarda. Məsələn, mən çox qıcıq oluram kimsə yemək nümayiş elətdirəndə sosial şəbəkələrdə. Yəni bu birbaşa digərlərini qıcıq etməkdir. Yəni bilirik də, indi sosial durum həm də eyni deyil. Amma indi qlamur həyatdır da. Yəni burada da insanın psixikası sağlam olmalıdır ki, bəzi şeylərə dayandırmalıdır. Biz indi fərdlərdən danışırıq, fərdin xoşbəxtliyindən, sonra onların tükənmişliyindən. Bu bəzən cəmiyyətlərin özü də belə xoşbəxt ola bilmir. Cəmiyyət olaraq xoşbəxt olmur və yaxud cəmiyyət olaraq tükənmişlik bir sindromu var. Mən düşünürəm ki, bunu biz artıq ilkin olaraq bağçadan başlayaraq məktəblərdə ümumiyyətlə bu tərzdə psixologiya, bütün məktəblərdə bizdə psixoloqlar var, amma psixologiyanın nə olduğunu məktəblərdən başlamaq lazımdır. Ki insanlara izah eləsinlər ki, ümumiyyətlə xoşbəxtlik nədir? Yəni xoşbəxtlik bugün bu varsa da mən xoşbəxtəm. Mən oyandımsa mən xoşbəxt bir insanam. Çünki axşama planı olan səhər rəhmətə gedir, səhərə planı olan axşam rəhmətə gedir. Yəni biz gərək onu başa düşək ki, bizim hər an aldığımız nəfəs xoşbəxtlikdir. Şəxsən mən belə yanaşıram buna. Yəni, anın özünü yaşayıram. Bugün mənim imkanım var, mən bu çayı içirəmsə, mən xoşbəxtəm. Bugün mənim imkanım varsa səyahət etmək, mən xoşbəxtəm. Sabah olmaya bilər. Amma bu demək deyil ki, sabah olmayanda mən tükənmişliyə gedim. İndi siz bura gələndə, məsələn, yol üzərini deyirəm. Nə qədər xoşbəxt insana rast gəlirsiniz ki, bir psixoloq kimi hiss edirsiniz ki, bax, bu adam xoşbəxtdir? Çox az bir insana. Məsəl üçün, insanlar rahat zarafat etməyi belə başa düşmürlər. Yəni, onunla da tükər. Məsəl üçün, mən indi taksi ilə gəlirdim. Oturanda Yango deyir ki, kəmərlərinizi bağlayın, hətta arxa oturacaqda. Yəni, sürücü çox gərgin idi. Dedim, təbii ki, arxa oturacaqda ilk bağlamaq lazımdır. Əsas arxa oturacaq. Gördüm, sürücü biraz gülümsədi belə. Biraz insanlarda ünsiyyət yaratma qabiliyyəti problemi var. İnsanlar bir-birlərindən ünsiyyət yaratmırlar. Bunun başlıca səbəbi bizim əlimizdə olan telefonlardır. Bugün boşanmaların sayı artır və hamı deyir ki, xasiyyət uyğunsuzluğu var. Əslində xasiyyət uyğunsuzluq deyil. Və yaxud da mən ailə həyatı qurdum, mən xoşbəxt olmadım. Mən düşünürdüm ki, mən belə olacaq, amma olmadı. Niyə görə? Çünki hər şey toya qədər düşünülür. Nə paltar geyinəcək? Əslində xoşbəxtliyi də orada arzulayırlar. Məsələn, toy olanda deyirlər ki, xoşbəxt olsunlar. Ailə modelində düşünülür. Mən hansı paltarı geyinəcəm? Mən hansı maşında gedəcəm? Dostlarıma necə acıq verəcəm? Mənə qızıllarım necə olacaq? Yəni hər şey toya qədər düşünülür. Toydan sonra düşünülmür. Və toydan sonra reallığa gələndə insan deyir, xoşbəxtlik bu deyilmiş ki, mən xoşbəxt deyiləm. Və boşanmaya meyllənirlər. Görürsünüz, nə qədər statistika göstərir, bizdə həqiqətən də acınacaqlı bir vəziyyətdədir. Bugün bizim bir çox uşaqlarımız atasız böyüyür. Səbəb nədir? Xasiyyət uyğunsuzluğu gəldi.
Amma xasiyyət uyğunsuzluğu deyil. Orada sadəcə olaraq insanlar bir-birləri ilə, məsəl üçün evlilik öncəsi, baxın sizdə də telefon var, məndə də telefon var. Soruşursunuz, necəsiniz? Mən yazıram, təşəkkür edirəm, yaxşıyam. Amma iki sevdiyi insan bir-birlərindən biraz görüşəndən sonra bir-birlərinə ancaq smailik göndərirlər. Neyinirsən? Kofe içirəm. Neyinirsən? İdmandayam. Smailiklə danışırlar. Və bunların əvəzinə sosial şəbəkə danışır. Bunlar danışmırlar. Bu insanlar görüşür. Mən çox baxıram kafelərə, restoranlara gedəndə gənc oğlanla qız oturur üzbəüz. Söhbət eləmirlər. Söhbət eləmirlər. Hər kəs öz telefonundadır. Bu nə deməkdir? Demək ki, bunların əvəzinə bunları birləşdirən həmən o emojiyalar olubdur. Bunlar özləri olmayıblar. Bunlar ünsiyyət yaratmayıblar. Ünsiyyət olmadığı yerdə xoşbəxtlikdən söhbət ola bilməz. İnsan, ümumiyyətlə bütün ailələrin ən böyük problemi nədir? Ünsiyyətsizlik və danışmamaq. Problemlərini dilə gətirməmək. Dilə gətirməmək. Axşam evə gəldim, necəsən, nə var, yox, işdə necədir işlər, nə var, nə yox. Bir-birlərinə elə bil ki, evliliyə qədər nə isə olub, evlilikdən sonra bu böyük bir uçurum yaranır aralarında. Yəni danışmırlar. Hər kəs düşünür ki, mən güclüyəm. Bizdə ən çox, yəni bizim bölgə, Azərbaycanı götürsək, xanımlarımız özlərini güclü saymaq istəyirlər və nə qədər özlərini çox güclü göstərirlər, o qədər də xoşbəxt olmurlar. Yəni deyir, mən güclüyəm, amma eyni zamanda da niyə görə mənə kimsə nə isə etmir. Yəni burada ucu tarazlıq başlayır yaranmağa ki, mən güclüyəm. Siz kişi olaraq zərif bir məxluqa yardım etmək istəyirsiniz, ya güclü bir insana. Zərifə, düzdürmü? Və bizim xanımlar bunu başa düşməlidirlər. Xoşbəxtlik axtarırlar. Yəni insanın təbiəti doğası budur. Əslində o zəif, güclü yəni insan, kişilər zərif xanıma kömək etmək istəyir. Güclü xanıma kömək etmək ehtiyac yoxdur. Yəni güclü onsuz da güclüdür. Bax, maraqlı bir söz dediniz. Hansısa bu psixoloqun deyəsən belə bir fikir idi. Mükəmməl olmalıyam. Məndən yaxşısı olmamalıdır. Ən yaxşısı mən olmalıyam. Əslində xoşbəxtliyin qarşısını alan amillərdən biri də budur. Mükəmməllik sindromu deyirlər ona, amma insan özünü qəbul etməlidir. Öz burnu ilə, öz dodağı ilə, öz zahiri görünüşü ilə, nə varsa da odur. Və insanlar başa düşsə ki, bu psixologiyada artıq çox dərin təhlil olunmuş bir mövzudur. İnsanlar başa düşsə ki, insanlar zahirə aşiq olmur. İnsanlar enerjiyə aşiq olur. Ruh ruha aşiq olur. Və burada yaşın da fərqi yoxdur İlham Əquliyevə demişkən. Çünki insan insana rast gəlir, artıq orada nə yaş həddi olur, nə zahiri görünüş olur. Ona baxsaq, baxırıq ki, gözəl bir oğlan gedir, yanında bir çirkin qız gedir. Hamı deyir, bu oğlan bu qızda nə tapıbdır? Amma o oğlan o qızda ruhunu tapıbdır. Və biz özümüzü olduğumuz kimi qəbul edəndə, enerji, resurslarımız bərpa etdikdə, bizi insanlar da özümüz kimi qəbul edəcək. Mən bu dəqiqəm güzgünün qarşısına çıxsam, desəm ki, özümə ki, pis gündəsən, nə gündəsən, orada belə, burada belə, orada saç ağarmış, burada belə, məni ətraf elə görəcəkdir. Amma mən güzgüyə baxanda deyəndə ki, Leyla, çox gözəlsən, ətraf məni elə qəbul edir. Yəni, düşünün, siz özünüzü necə qəbul edirsinizsə də, ətraf sizi elə qəbul edir. Leyla xanım, indi bəzən görürsən ki, bir yaxın adamdır, dostumuzdur. Sonra anidən rəhmətə gedir insan. Rəhmətə gedəndən sonra onun əslində hər şey yerindədir. Gözləri də, qulağı da, hər şey yerindədir. Onun sadəcə ruhu yoxdur. Biz ondan biraz eymlənirik, çəkinirik, qorxuruq, artıq belə bir şeye başlayır. O, bayaq dediyiniz həmən enerji çıxandan sonra insanın özündə bir şey qalmır artıq. Çünki soyuyur, ruh orada deyil. Bugün cəmiyyətin enerjisi hara yönləndirməliyik əslində? Özümüzə. Özümüzün resursumuza, özümüzün qəlbimizə. Yəni əgər biraz spirituala getsək, çakra dediyimiz bir şey var, qəlb çakramız dediyimiz bir şey var. Burada, məsəl üçün, mən cəmiyyət içinə çıxanda, çıxış etməmişdən öncə, mən başa düşürəm ki, həmən auditoriyada fərqli insanlar oturur. Və mənim əsas məqsədim onların qəlbinə toxunuş etməkdir. Mən sadəcə olaraq ritual deyək belə, ritual bir şey istifadə edirəm. Mən bu qəlb çakramı açıram həmən an. Yəni düşünürəm ki, mənim bu ürək hissəmdən belə bir işıq saçır və bu auditoriyanı bürələyir. Və inanın ki, belə oturan insan əllərini açmağa başlayır. Yəni 5 dəqiqə mən danışmağa başlayandan sonra insan əllərini açmağa başlayır. Niyə görə? Artıq o rahatlığı hiss etməyə başlayır. Yəni siz özünüz rahat olduqda ətraf rahat olur. Siz gərgin olanda ətrafınız da gərgin olur.
Yəni hər şey bu nəyi sübut edir? Hər şey bizim özümüzdən asılıdır. Yəni mən nə varamsa da o da olacaqdır. İki insan xarici ölkəyə köçmək istəyir. Köçür və bir müdiriyə rast gəlir. Müdiriyə soruşurlar ki, burada insanlar necədir? Necə insanlar yaşayır? Müdrik deyir ki, sən gəldiyin yerdə insanlar necə idi? Deyir, bir-birlərinin ayaqlarını qazırdılar, qeybət edirdilər, pislik edirdilər, hamı bir-birinin ayağından dartırdı. Müdrik deyir, elə burada da elə insanlar yaşayır. Biraz yol gedir, ikinci şəxs buna rast gəlir. Deyir, burada necə insanlar yaşayır? Deyir, sən gəldiyin yerdə insanlar necə idi? Deyir, o qədər mehriban idi, zorla ayrıldım, heç gəlmək istəmirdim, amma məcburən gəldim. Hamı bir-birinə yardım edirdi, kömək edirdi. Müdrik deyir ki, elə burada da elə insanlar yaşayır. Yanındakı müdiriyə sual verir ki, necə olur ki, iki eyni suala sən fərqli cavab verdin? Deyir, çünki hər kəs özünə hara getməsindən asılı olmayaraq özünü aparır. Yəni biz hara getsək, dünyanın harasına da getsək, mən Leyla olaraq, istəyir Özbəkistan olsun, istəyir Moldova olsun, istəyir Gürcüstan olsun, mən özümü aparıram özümlə. O zaman biz özümüzdən dediniz, özümüzə dönməliyik. Özümüzə dönməliyik. Bu bizim indi Mövlana da bunu deyir, bizim kitablarımız da deyir, həmişə bu. Biz özümüzdən niyə çıxdıq? Bunun səbəbləri nə idi bax? Cəmiyyət bizi məcbur edir özümüzdən çıxmağa. Həmən bayaq qeyd etdiyiniz şablonlar bizi məcbur edir özümüzdən çıxmağa. Bugün baxın, estetik əməliyyat günü-gündən artır. Niyə? Cəmiyyət bunu tələb edir. O elədi dodaq, bu elədi burun, hamı qızlarımız maşallah olsun. Ən çox Azərbaycanda olur. Yəni mən başqa dövlətlərdə bu qədər bu səviyyədə olduğunu görmürəm belə açıqcası. Yox, Özbəkistan da bu barədə yəni çoxdur estetikləri. Avropada yoxdur estetik. Niyə görə? Onlar özlərini rahat qəbul edirlər. Məsəl üçün Azərbaycan xanımları çox geyimli, baxımlı, özlərinə baxım. Bu çox təqdirə layiq bir şeydir. Çünki mən həmişə Türkiyəyə gedəndə baxıram, dünyaya modanı sunan Türkiyə xanımları geyinmir elə. Yəni ancaq biz seriallarda görürük elegant geyimləri. Bizdə isə əksinə. Bizdə xanımlar adi metroya düşürsən, avtobusa düşürsən, baxırsan. Amma bəzən bizim xanımlar bu geyim məsələsini depressiyadan çıxmaq elementi kimi də istifadə edirlər. Belə bir şey də var. Deyir, bir xanım depressiyadan çıxmaq istəyirsə də ilk etdiyi şey saçların rəngini dəyişməlidir. Güya bu ona kömək edir. Və yaxud da ki, shopping xəstəliyi var da, yəni alış-veriş etmək lazımdır. Amma həmən anda bir psixoloq olaraq tövsiyə etmirəm. Çünki həmən an bizim aldığımız geyimləri biz sonra deyəcəyik ki, biz bunu geyinmək istəmirik. Çünki o geyim bizə həmən an bizim hiss etməyimizi xatırladacaqdır. Yəni ona yakareniya deyirik biz. NLP-də bu çox istifadə olunur. Neurolingvistik proqramlaşmada gedir. Yəni insanı istədiyimiz anda proqramlaşdıra bilirik. Yəni biz bunu seanslarda mən edirəm. Geyimlə assosiasiya yaratmaq olar. Və insan o geyimi əlinə alanda həmişə xatirə gedəcək ora. Parfüm assosiasiya yarada bilər. Təsbeh assosiasiya yarada bilər. Yəni istədiyimiz bir şeyə neyroproqramlaşdırma edə bilərik biz insan. Xanım, bayaq söhbətimizin əvvəlində dedik, indi cəmiyyətin ayrı-ayrı fərdlərində depressiya düşmənin istəm başqa da cəmiyyətin özündə bir aqressiya var. Bütün insanlarımızda var. Məsələn, xaricdə kanallara baxırsan, bir zarafat eləyəndə onu çox normal qəbul edirlər. Hətta maşının üzərinə gəlirlər, boya tökürlər, o çox normal qəbul edilir, biraz şey edir. Amma bizdə həmən dəqiqə savaşa gedir. Cəmiyyətimizi aqressiv eləyən əsas səbəblərini nələrdə görürsünüz? Sosial durum. Baxın, xaricdə deyirsiniz, maşının boyaya tökdü və o normal qəbul elədi. Çünki sığorta çox gözəl işləyir orada. Və eyni zamanda orada maşın alıb satmaq 2 dəqiqəlik bir işdir. Bizdə insan maşın almaq üçün yemir, içmir, maşın alır. Bütün həyatını sərf edir. Həyatını sərf edir və həyatının mərkəzinə. Əgər paralel bayaq dediyimlə bunu aparsaq, mərkəzdə özü deyil, əşyadır. Telefon, iPhone bugün 17 çıxıb, hamı çalışır, can atır, iPhone 17-ni alsın, 3000-dirmi, 6000-dirmi, neysə belə bir civarda qiymətdir də, belə baxanda ucuz da deyil. Amma biz iPhone-un içindəki bütün proqramları götürsək, iPhone özü, kaburası nədir? Adi bir dəmir parçasıdır. İnsan da belədir. İnsanın daxilini çıxartsaz, bayaq dediyiniz məsələ, insan rəhmətə gedir, ruh gedəndən sonra, o nədir? Və biz insanlar özümüzü əşyalara çox bağlayırıq. Mən iPhone-u istəyirəm ona görə yox ki, mən iPhone-un funksiyalarından istifadə edəcəm. Mən iPhone-u ona görə istəyirəm ki, mən onu belə tutacam və hamı görəcək ki, məndə iPhone var. Problem bundadır.
Yəni biz dəyəri özümüzdən çox əşyalara veririk. Amma insanlar başa düşsə ki, dünya üzrə ən dəyərli valyuta enerjidir, yəni daxilimizdir, özlərinə köklənsələr, ən xoşbəxt insanlar ola bilər. Onda müqayisə etmək, başqalarıyla müqayisə etmək insanın özünü dəyərsizləşdirir. Dəyərsizləşdirir. Bəli, onda iPhone var, məndə yoxdur. Məsəl üçün, mənim iPhone-um var, amma mən onu ancaq çəkiliş üçün istifadə edirəm. Mən heç onun funksiyalarından xəbərim yoxdur. Maraqlı da deyil mənim üçün. Sadəcə olaraq kamerası yaxşı çəkir. Demək o nədir? Mən iPhone yox, adi bir kamera ala bilərəm, istifadə edə bilərəm. Amma mən ona görə niyə nədənsə də özümü qurban etməliyəm ki, onu alım? Deməli, o mənə lazım deyil. Maşın, hamı maşın dalındadır. Maşın, bahalı maşın alırlar, kreditə gedirlər, borc içində qalırlar. Amma maşının əsas funksiyası nədir? Sənin ayağı yerdən götürüb hardansa A nöqtəsindən B nöqtəsinə çatdırmaqdır. Telefonun əsas funksiyası nədir? Sənə gələn zəngləri qəbul etməkdir, mesaj yazmaqdır. Yəni onu Samsungda da digər funksiyalarda olan bir şeydir. Amma reklam, bizim şuuraltımıza işləyən reklam daha çox işdir. Marketinqdə belə bir xod var. Siz mağazinə gedəndə min cür çeşid ola bilər, amma gedib birinci ya Pepsi, ya kola alacaqsınız. Niyə? Çünki reklamını çox görürsünüz. Hətta belə bir söz var. İndi məsələn kola və Pepsi gəlirlərinin böyük bir qismini ona xərcləyirlər. Əgər 5 ay, 6 ay, əgər bunların heç bir reklamı olmasa, onlar heç vaxt alınmayacaq. Mən indi desəm sizə diş fırçası, diş macunu ilk gələn 5-likdə nə olacaq sizdə? Colgate. Reklamını eləmiş olduq ki. Başa düşürsünüz? Doğrudur. Çünki onu hər gün gördüyünüz o bizə təsir edir. Və düşünün ki, bizim kanallarımız hər gün bizə sabahınız xeyirli olsun, bugün ən uğurlu gününüzdür sizin. Bir çoxları bu arada niyə görə son vaxtlar spiritual maraq göstərməyə başlayıblar, astroloqlara inanmağa başlayıblar. Astroloq dedi ki, bugün mənim uğurlu günümdür. Əslində o dediyi bir şey bizim şuuraltımıza işləyən bir proqramdır. Robin Sharma'nın təlimində olanda orada belə bir məqama toxunmuşdu. Brian Tracy də onu demişdi. Bir insana deyir ki, nə daşıdır bu üstündə gəzdirdiyin daş? Deyib, bu mənim ən uğur gətirən bir daşımdır. Və insan dönəndən sonra bunun evladı xəstələnir, məktub yazır buna. Deyir ki, onlar sənin o uğur daşından mənim evladıma da bəs burada xəstədir, ağır xəstədir. Deyir, mən deyə bilmədim ki, sadəcə olaraq bu mənim özüm üçün də bir daş idi. Gedir dəniz kənarından ən qəşəng daşları yığır, pakovka eləyir, göndərir o adama. Bir müddətdən sonra o adam məktub yazır ki, biz sənə dərin təşəkkür edirik, çünki o daşdan biz başqalarına da veririk, hamısı sağaldı. Yəni buna psixomatik deyərək insanın inancına bağlanmış bir şeydir. Bu mənə kömək edəcəkdir. Və bizim hər səhər, məsəl üçün, kanalları açanda da CNN digər kanallarda burada oldu, burada bəd xəbər oldu, burada TikToker filan kəs belə öldü, o birisi xəstəxanada belə. O xəbərlər yox da insanlara pozitiv ötürəcək, enerji ötürəcək bir xəbərləri versək, insanlar tam fərqli yanaşır. İndi Robin Sharma'dan dediniz. Robin Sharma'nın Ferrari satan bilgi kitabında bir yer var. Orada deyir ki, insanın beynindən gün ərzində 67 min fikir keçir. Bəli. Bunların böyük əksəriyyəti negativ fikirlərdir. Bəli. Ondan təmizlənib, əslində bizə 3-5 fikir lazımdır ki, həmən günümüzü daha uğurlu edək. Bəli. Ondan təmizlənmək üçün o bir neçə düstur qoyur. Gülün qəlbi deyir, sonra sakit göl deyir, gölün kənarında düşün və bir vaxt görəcəksən ki, arınıbsan, artıq o ağır negativ yükdən qurtarıbsan, artıq hədəfinə doğru fikir olaraq, hədəfinə doğru da irəlilirsən. Bu negativlər niyə insanın beynində bu qədər, insan beyni niyə negativlərə daha çox meyillidir? Qorxudur. Mən deyiləm. Məsəl üçün, kimdəsə bu baş veribdir. Çünki negativ bizim beynimiz o məlumatı daha tez qəbul edir. Və biz onu qəbul etdikdə beyində ssenariyalar başlayır yazılmağa. Mən ola bilərdim, mən belə olardım. Bu yaxlarda deyil, bir yaxın keçmiş zamanda bizim bir blogerimiz idi, Nikos ayağı deyilirdilər də. Yadınıza gəlirsə də qolu kəsildi. Amma ondan qabaq o bir dənə səhnə çəkmişdir. Harda ki, onun qolu zədələnir. Yəni, proqramlaşdırmışdır artıq özünü. Məsələn, xarici filmlərdə ölüm səhnəsinə çəkilmək üçün küllü miqdarda vəsait verirlər. Çünki başa düşürlər ki, insan özünü proqramlaşdırır. Yəni, mini səhnəni yaşadır özümüzə.
İnanır axı ona. O beynində formalaşdırır bunu və o hadisələr bizim həyatımıza vizualizasiya deyilən bir şey var. Əgər vizualizasiyaya getsək, biz həyatımızda kvanta keçirəm indi. İstədiyimiz hər bir şeyi həyatımıza çəkə bilərik. Özümüzü maqnit hiss etsək. Əgər istəyirsinizsə həyatınızda nələrsə dəyişilsin, həmən o xoşbəxtlik olsun və yaxud da istədiyiniz maşın olsun, istədiyiniz insanlar gəlsin, sadəcə olaraq özünüzü maqnit hiss edin. Fizika qanunu var, tarazlıq var. Yəni mən o şeyləri çəkə bilərəm. Yəni o vizualizasiyanı siz etdiyiniz təqdirdə istədiyiniz hər şey həyatınıza çəkə bilərsiniz. Amma ən böyük problem odur ki, insanlar yaxşı momentləri yox, mənfi momentləri vizualizasiya edir. Təyyarə minməmişdən qabaq təyyarə belə düşəcək, məsəl üçün. Çünki o cür filmlərə çox görür. Onun şuur altında o cür var. Görürsünüz, yenə də qayıtır. Şuur öncəsində nə var onun? Biz şuur öncəsini gətirməliyik bura. Bura bizdə nədir? Üçüncü gözdür, çakralara geçsək acnadır. Hətta mən belə deyəm, ən çox böyük mənfi, negativ məlumat bizim bu hissəmizdə yerləşir. Bu bir pəncərədir bizim beynimizə. Və namaza gəldikdə isə, biz səcdəyə gedəndə, o səcdənin əsas məqsədi namazdan digər şərtləri qoymaqla yanaşı, biz səcdəyə gedəndə torpağa burada yığılmış mənfi məlumatları ötürürük geriyə və torpaqdan müsbət enerjini alırıq geriyə. O səbəbdən hətta indi Rusiyalı bir alim var idi, bu yaxlarda onu qulaq asdım, dedi ki, səcdəyə gedən insanların öd kisəsində problem olmur. Çünki o ifraz gedir, qayıdır geriyə. Yəni biraz insanlara bu məsələləri də düzgün izah etmək lazımdır. Amma indi bax, bayaq qorxudan dediniz. Bizdə indi dünya yaranandan böyük idarəetmədə də bundan istifadə ediblər. Qorxu ilə idarəetmə olubdu. Sonra dinin özündə də qorxu ilə əslində idarəetmə var. İndi dediyimiz ki, bu enerjini verir. Dinin özündə də qorxu ilə idarəetmə var. Yəni insanın beynində, şuur altında yaradılışdan bayaq dediyi genetik məsələ var. Bu forması tək atalarımızdan, babalarımızdan yox, min illiklər boyu həmən yaddaşla, o qorxu ilə həmən cəmiyyətə gəlib çıxmış. Genetika, indi bu dəqiqə alimlər biraz mübahisə edirlər. Genetika deyilən bir şey yoxdur, yaddaş var. Məsəl üçün, biz çoxlarımız sıçovuldan, krisadan qorxuruq. Niyə? Neyinib o bizə? Amma vəba xəstəliyi var idi. Yayılmışdır. O genetik olaraq o məlumat bizə ötürülübdür. Bizə heç nə eləməyib, amma hamı qorxur ondan. İtdən qorxan ata, ana olubsa da, onun evladı həmişə itdən qorxur. Anada, məsəl üçün, mənim yanıma gələnlərdə həmişə birinci anaya, ataya baxıram ki, görüm orada nə problem yaşam. Çünki insanın formalaşması, biz deyirik ki, sənin neçə yaşın var, bir ilini qeyd edirik. Əslində, bizim yaşımız ana bətnindən düşəndən hesablanmalıdır. Bioloji yaşımız. Çünki artıq ondan formalaşır orada. Və o anla bizdə yaddaş başlayır formalaşma. Əgər ana stres yaşayıb, qorxu içində olub, ata qoyub gedib, uşaq arzu olunmaz olubdur, bütün bu məlumat artıq onda yazılıbdır. İndi çox məşhurdur, akses bar edirik biz. Məsəl üçün, akses barda biz nə edirik? Qaytarırıq 0. Çünki 0-dan 7 yaşa qədər uşaq ananın enerjisindədir. 7 yaşdan 14 yaşa qədər hər iki valideynin enerjisindədir. 14 yaşdan sonra artıq uşaq özünün şuur altına, subyektivinə köklənir. Yəni, düşünün ki, 0-dan 7-yə qədər uşaq ananın proqramını yaşayır. Və ana proqramda nə var idisə də, o başlayır ona təsir etməyə. Ana xoşbəxt deyildisə də, a priori uşaq xoşbəxt olmur. Statistikaya baxsaq, boşanmış anaların əksəriyyət evladları, qızları boşanır. Və yaxud ata qayğısı görməyən qızlarımız yaşlı kişilərdə qayğı axtarmağa başlayır. Hər yerdə ata axtarır. Bu psixologiyadır. Yəni, çatışmamazlıq sindromunu başqa yerdə istəyirlər özdən etsinlər. Yəni, mən ona görə dedim ki, bağçalardan, məktəblərdən uşaqlara xoşbəxtlik nədir deyərək bu şeyləri izah etmək lazımdır. Ki, insan başa düşməlidir ki, xoşbəxtlik mənəm. Hər şeyin mərkəzi mənəm. Bayaq dedik, Bornat sindromunda bəzən sahələr var ki, ixtisaslar var ki, oraya daha çox uyğundular. Niyəsə, mən oxudum ki, psixoloqların özü də hər psixoloqa bir psixoloq lazımdır.
var elə bir şey. Təbii ki, bəzən olur ki, o bilirsiniz hansı halda olur? Əgər psixoloq perinoz biz deyirik ona, yəni keçid edir özünə. Ən çox belə baxanda ən böyük zədə altında olanlar bizim bərbərlərdir, qaş ustalarıdır, dırnaq ustalarıdır. Çünki o dırnağı 2 saat eləyənə qədər qarşısındakı bütün nə problemi varsa da onun üzərinə tökür. Düşünün, danışır, bu burada oldu, qaynanamla problem oldu falan falan. Bu insan işini görə elə bil ki, bir maqnitofon lenti kimi özünə yazır bunu. Və bir müddətdən sonra baxır ki, eyni yəni qarşısında olan müştərinin danışdıqları onun həyatında baş verməyə başlayır. Niyə görə? Çünki həmin an o insan danışdıqca bu vizuallaşdırır. Qaynana obrazı gözün qabağına gətirir və onu yazır proqram kimi. Yazdıq nəyi? İnandığımız hər şey doğru. Bu proqrama yazıbsa da. Yaxşı şey yazsaz, yaxşı şey olacaq. Pis şey yazsaz, pis şey olacaq. O zaman psixologların işi daha çətindir. Perinoz etmək lazım deyil. Məsələn, mən seans aparanda mən həmişə pasiyentlə özümün arasında bir şüşə qoyuram. Yəni vizual olaraq şüşə qoyuram. O danışır. Çünki mən həmişə deyirəm ki, əgər siz ağlayırsınızsa mən ağlamıram. Bu demək deyil ki, mən sizin acınıza acımıram. Mən sizi anlamıram. Amma sadəcə olaraq mən sizinlə bərabər ağlamağa başlasam, mən sizə kömək edə bilməyəcəm. Mən yəni üçüncü tərəfdən baxmalıyam bu məsələyə. Psixoloq, pasiyent və üçüncü bir şəxs olaraq ayrılıram. Bu psixoloq oturub burada, amma mən buradan baxıram ki, bu halda nə etmək olar? Yəni, əgər o olmasa, təbii ki, olub, məndə də olub ki, insan 3 gün gəzmişəm ki, yəni necə belə bir şey olar ki, tutalım, qardaş bacıya təcavüz eləsin, məsəl üçün. Çox pis təsir edib mənə. Amma belə hallarda insan gərək, bir də biz bilirik də, psixoloqla pasiyentin arasında məsafə var. O məsafəni pozdursa da perinoz gedir. Leyla xanım, bayaq əvvəlcə də dediyimiz söhbətimizin indi verilişimizin axırıdır, toparlamaq istəyirəm. Dediniz ki, mən xoşbəxtəm. Mən xoşbəxtəm. Siz hər gün xoşbəxt olursunuz mu? Hər gün, hər an. Mən indi sizinlə söhbət eləyirəm, mən dedim ki, bəzən görsən özümü xoşbəxt hiss edirəm. İndi özəl günlər olur, ya başqa bir günlər olur, ya bir xoş təsadüfə rast gəlsin. Demək, bizim çatışmayan, deyəsən Dalai Lamanın sözüdür. Yəni, bu xoşbəxtliyi hardasa axtarmaq lazım deyil. Onun özünü yaşayırsansa, o da xoşbəxtsən. İndi mən sizinlə danışanam da, hiss edirdim ki, çox pozitiv enerji alıram. Həm də özümü rahat hiss edirəm, xoşbəxt hiss edirəm, gümrah hiss edirəm. Demək, biz cəmiyyətdə bir-birimizə nə qədər müsbət enerji ötürsək, o qədər həm özümüz xoşbəxt olarıq, həm də cəmiyyətimizi xoşbəxt eləyə bilərik. Belə bir şey var, bütün xoşbəxt adamlar bir-birinə bənzəyir, bədbəxtlərin hərəsi bir cür bədbəxtdir, belə bir söz də var. Biz özümüzü xoşbəxt eləmək kifayət deyil, həm də cəmiyyətimizi xoşbəxt eləməliyik ki, onun içərisində yaşaya bilək. Mən bunu çox zaman deyirəm, biz rahat yaşaya bilərik, xoşbəxt yaşaya bilərik, amma uşaqlarımızı 18 yaşından sonra qapını açandan küçəyə buraxanda, o cəmiyyət orada xoşbəxt deyilsə, o cəmiyyət narkomaniya qurşanıbsa, o cəmiyyət pis cəmiyyətdirsə, bizim uşaqlarımız mütləq ona yoxlayacaq. Ona görə insan həm də özünü xoşbəxt eləməklə bərabər, mənə elə gəlir, bütün cəmiyyəti də xoşbəxt eləmək üçün çalışmalıdır. 3 dəfə dediniz, 3 dəfə də dedim ki, mən xoşbəxtəm. Mən neynədim? Mən xoşbəxtəm dedim. Biraz keçdi, yenə dedim, mən xoşbəxtəm və 3-cü dəfə həqiqətən mən xoşbəxtəm. Niyə? Yaxşı belə ingilis dilində bir söz var, fake it till make it. Yəni, suni olaraq xoşbəxtəm de ki, həqiqətən xoşbəxt olasan. Çünki sən proqramlaşdırırsan özünü. Mən özümü proqramlaşdırıram. Səhər duranda kim xoşbəxt olur? Yuxudan duram, mən deyirəm, mən xoşbəxtəm. Və mənim əhval-ruhiyyəm qalxır. Baxıram, enerji artır. Deyirəm, mən xoşbəxtəm, daha çox artır, daha çox. Bu bir depo olan bir şeydir. Yəni, nakopitelli effekt olan bir şeydir. Ona görə cəmiyyətə buraxdıqda evladlarımızı, evlad özü psixoloji əgər möhkəmdirsə də, məsəl üçün, mənim 3 oğlum var, mən onları buraxmışam cəmiyyətə və qarışmıram da işlərinə. Bizdə mentalitetə qaydırıqsa da, ən böyük bizim problemimiz ondan ibarətdir ki, biz evladlarımızı buraxmaq istəmirik. Və ana həmişə özünün himayəsində saxlamaq istəyir evladı. Bəlkə cəmiyyətə də güvənmirik. Cəmiyyətdən qorxuruq. Qorxuruq. Amma qorxduğumuz hər şey bizim başımıza gəlir. Demək nədir? Burada baxın, biraz zəncivari effekt gedir. Qorxduğumuz hər şey başımıza gəlir. İnandığımız hər şey doğrudur. Və bunları bir-birinə bağlayanda nə gəlir? Eyni bir şey gəlir. Yəni, özümüz yaradırıq. Yenə də qığılcım gəlir. Leyla xanım, mən təşəkkür edirəm. Siz gəldiniz. Elə bil ki, biz yarım saat ərzində
sizin oturan anda, söhbət elədiyin anda mən hiss edirdim, çox xoşbəxtəm. Özüm bu cür hiss edirəm. Çünki o müsbət enerji alanda əslində bu ola bilsin ki, insanın hormonları, o mutluluq hormonları, xoşbəxtlik hormonları var. Adam özünü rahat hiss edir, gərgin hiss eləmir, aqressiv hiss eləmir. O zaman həm də özünü xoşbəxt hiss eləmir. Həmişə belə xoşbəxt, gülər üzlü olmaq diləyilə. Çox sağ olun ki, qonağımız oldunuz. Minnətdaram sizə. Xoşbəxt olun. Sağ olun. Əziz izləyicilər, bununla da proqramımızın sonuna gəldik. Xatırladım ki, bugünkü qonağım tanınmış klinik psixoloq Leyla Elman idi. Biz xoşbəxtlik və tükənmişlik sindromunu müzakirə edirdik. Sağ olun, salamat qalın.